sünnənin mənziləsi, dərəcəsi, yəni sələflər ondan necə faydalanıblar, necə ona əməl ediblər. Biz sənə zikri, yəni Qur'anı nazil etdik ki, litubeyyinə linnəs, insanlara bəyan edəsən. Mə nuzzilə ileyhim, onlara nazil ediləni bəyan edəsən. Bu sünnəyə dəlildir. Və ləalləhum yetəfəkkəru, və onlar düşünmələri üçün. Peyğəmbər sallallahu aleyhi və səlləm Rəbbinin kitabını sünnə ilə bəyan etmişdir. Sözlə, feillə və təqrirlə. Təqrirlə nədir? Yəni görüb etiraf etməsi. Hər hansı bir sahabənin müəyyən bir əməl etdiyini görür və onu inkar etmirsə, o da sünnə sayılır. Və bunu da tam şəkildə bəyan etmişdir və bizi təmiz, ağappaq, açıq bir yol üzərində tərk etmişdir. Elə bir yol ki, onun gecəsi də gündüz kimidir. Yalnız bu yoldan həlak olan aza bilər, çıxa bilər.